Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nahmeduhu ve nesta'inuhu ve nestağfiruh ve netevekkalu aleyh. Ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih, hafız sirrih, mübelligh risalatih, beşir rahmetih, nezir nikmetih, seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Ve ala alihi teyyibin el-etharin el-muntecebin el-hudatil mehdiyyin el-ma'sumin siyyama baqiyetillah fil aradin. Usikum ve nefsi bitakvallah ya ibadallah. Esselamu aleyküm cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz əziz, dəyərli müminləri, müminələri, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala imanımızı kamil, aqibətimizi xeyirli qərar versin. Allah Teala bizi həmişə onu yad edənlərdən, ona sitayiş edənlərdən, onun yolunu düzgün gedənlərdən, məhşər gününə inananlardan, əməlini saf eləməyə çalışanlardan Allah bizi qafil eləməsin. Allah bizi xeyr əməl sahiblərindən qərar versin inşallah. Allah Teala'nın yadı bizim üçün çox önəm daşıyır və bizim bəhsimiz neçə cümədir zikr haqqında davam edir və bugün yenə bəhsimizi yada salıram ki, mövzu bizə aydın olsun. Biz keçən cümələrdə zikrin gərəyi haqqında danışdıq və ləfsi zikr haqqında bir neçə kəlmə danışdıq ki, düzdür, ləfsi zikr əgər əməldə zikr olmasa, o qədər qüvvəsi yoxdur. Amma bundan da qəflət eləmək olmaz ki, insan zikr deməyə. Xeyr, bu zikr insanı ruhi, mənəvi zikrə çatdırır. Bir insan ki, mömin ola, inanclı şəxs ola, Allaha qul ola, bəndə olmağa çalışa, ümumiyyətlə həftə boyu bunun dilində bir dənə də zikr olmuyor, bunun dəyəri yoxdur. O qədər təhkid olur zikirlərə, deyir, sən dilini yaxşılığa adət elə. Dilini yaxşılığa adət elə. Bəzi insanlar var, dili, şeytan bu sahədə çox qüvvəlidir. Bəzi insan var, dili o qədər pisliyə adət eləyib ki, hər bir kəlməsinin ortasında çox pis bir ifadə işlədir. Addi hala düşüb də bunda. Deyirsən, o həftə boyu o ifadələri işlətdiyini əgər hesablasan, nə qədər zərər çəkirsən. Amma onun yerinə Allahın zikirlərini işlətsən, həftə içi sən gör nə qədər gözəlliklərə nail ola bilərsən. Allah Teala'nı zikr eləyən dil, gərək özünü kontrol eləyən, Allah Teala'yı zikr eləyəndir, nurlu olar. İnsanın zikr bəzən simasına da bir nur bəxş eləyər. Bəzi vaxt insan mənəviyyatdan uzaq düşəndə simasında zərrə qədər nur olmaz. İnsanın simasına təcəllə eləyən nur insanın əməlinə bağlıdır. Ona görə də zikirdən qəflət eləməyək. Bəzi məsələlər var, yaxşıdır. Amma bəzi yerlərdə qeyd olunur ki, orada daha yaxşıdır. Məsələn, Quran oxumaq çox yaxşıdır. Allah Teala'dan sən danışırsan. Allah Teala'nın ayələrini oxuyursan, sanki Allah Teala sənlə danışır. Bilirsiniz də, deyir, duada sən Allahla danışırsan, Quranda Allah Teala səndən danışır.
Allah Taala o ayələri göndərib, sən oxuyursan, sanki Allah Taala bunu sənə deyir. Bir Allah Taala istəmirsən, Allah Taala səndən danışar. Əgər istəyirsən Allah Taala səndən danışar, Quran oxu. Quran oxumaq gözəldir. Amma müqəddəs Ramazan ayında o qədər təkid olur. Deyir, müqəddəs Ramazan ayında bir ayə Quran oxumağın bir xətim qədər savabı var. Niyə? İstəyir bizi təşviq eləyə ki, burada hökmən sən gərək nədir? Quranla ünsiyyətdə olasan. İndi bu o demək deyil ki, müqəddəs Ramazan ayı çıxandan sonra insan Quranı oxumuyor. Xeyr. İndi dua yaxşıdır, amma bəzi yerlərdə daha yaxşıdır. O daha yaxşı olan yerlərin mənası bu deyil ki, sən adi günlərdə dua eləməyəsən, ancaq və ancaq saxlayasan həmən günü. Yox. O gün daha çox elə. Mənası budur. Deyir, zikir yaxşıdır. Hər gün, hər an, hər ləhzədə Allaha bir zikir deyəsən. Həsbiyallah, la ilahə illallah, subhanallah. Çoxdur zikirlər. Əlhəmdülillah. Amma bəzi yerlərdə təkid olunur ki, o yerlərdə daha çox zikir elə. O yerlər hansı yerlərdir? Mən bir neçə nəsini hədislərdən çıxartmışam. İstəyirəm bu mövzumuzda bundan danışam. Zikir gözəldir. Amma bu yerlərdə daha gözəldir və daha çox təkid olub. O yerlər nədir? Bir, müqəddəs Ramazan ayı. Hədis var, buyurur ki, Zəkirullah fi Ramazan məğfurun ləh. Hər kəs Ramazan ayında Allahı zikr eləyə, o bağışlanlar. Allah Taala bəhanə gəzir müqəddəs Ramazan ayında bəndələrini bağışlayır. Bir bəhanə gəzir. O görürsən, bəzən iki insan bir-birindən küsür, amma birisi ona məhəbbəti çoxdur. Elə bir bəhanə gəzir ki, ondan bir barışa, tez barışa. Elə bu işi qutarır. Allah Taala bəndələrinə valideyndən də yuxarıdır. Çünki valideynin evladına olan məhəbbətini Allah Taala verib. Onun qəlbinə o hissi Allah Taala salıb. Valideyn, evlad nə qədər pis olsa da, valideyn çalışır ki, onu bir üzr istəyən kimi tez onu bağışlayır. Ki, səhvini ona başa sal, onu bağışlayır. Təsəvvür eləyin, görün Allah Taala nə dərəcədə bağışlamağa hazırdır bəndələrini. Yetər ki, sən bir dənə tövbə eləyəsən, düz tövbə eləyəsən. Özünlə oyun oynamayasan, həyatınla oyun oynamayasan. Bu tərəfdən mən bu bəhsimiz deyil, ancaq burada istəyirəm bir işarə eləyəm, keçin. Valideynə çox təkid olunur ki, evladlarınızı bağışlayın. Evladlarınızı bağışlayın. Və evlada da çox təkid olunur ki, valideynlərinizin xeyir duasını alın. Məbada valideyn səndən razı qalmaya. O bəzən görürsən, deyir, işim girə düşdü. İşim, bizdə deyir, bağlandı. Kilidə düşdü. Hər nəyin üstə gedirəm, o xarab cavab yoxdur. Böyük ariflər deyir ki, birinci kod budur ki, sən istəyirsən, diaqnoz eləyəsən, bu niyə belədir? Hey gəlir, bir dua de, bir dua yaz, bir zikir de oxuyun, işin bağlanır. Deyir, yox, əvvəl gedəsən valideyni soraq. Bu səndən razıdır ya razı deyil? Əgər orada bir şübhə sənin zehnində var ki, orada bir inciklik ola bilər, gərək deyir, onu razı salasan. Birinci budur. Əgər onların hər ikisinin razılığı varsa, tamam, onda müşkül başqa yerdədir. Bir nəfər Rəsulullahın zamanında can verirdi. Cavan oğlan idi. İhtizar halətində ölənmirdi. Çox zülüm çəkirdi. Heyvan ayağını qibləyə qoyurdular.
Başının üstündə zikirlər deyirlər, ölmürdü. Peyğəmbərə gəldilər, dedilər, Allahın Rəsulu, belə bir mazərə baş verib, bir cavan can verir, ölə bilmir. Peyğəmbərimiz gəlir onun başının üstünə. Deyir ki, bunun yaxınlarından, valideynlərindən kimi var? Deyirlər Allahın Rəsulu, bunun atası rəhmətə gedib, anası sağıdır. Peyğəmbər buyur, bəs anası hanı? Deyirlər, anası bundan küslüdür, burada döyük. Peyğəmbərimiz deyir ki, onu bura çağırın. Bunu qadını tapırlar, Peyğəmbərin məhzərinə gətirirlər. Peyğəmbər buyurur, deyir ki, sən niyə oğlundan küslüsən? Dastan danışır, deyir, haqqıma girdi, bu cür elədi, bu cür elədi, bu cür elədi. Mən ondan küslüyəm. Peyğəmbər deyir ki, sən onu halal elə. Deyir, əbədə onu halal eləmərəm. Bir zülm eləyib, anasına, bilmirəm nə zülm. Peyğəmbər deyir, onu halal elə. Sonra Peyğəmbər deyir, məni nə cür tanıyırsan? Deyir, sən aləmlərə rəhmət Peyğəmbərsən. Deyir, olarmı mənim hörmətimə onu bağışlayasan? Deyir, ya Rəsulullah, əgər sən istəsən, ölərəm də. Əlini açır, dua edir evlad üçün. Bu xanım gedəndən sonra Peyğəmbərə xəbər gətirirlər, deyirlər, o cavan dünyasını dəyişdi. Allah Taala ona zülm verdi. O zamana qədər ki, valideyni onu nədir, bağışlamamışdı. Bu tərəfdən deyir ki, valideynə deyirsən, gərək bağışlayasan. Bu tərəfdən də evlada deyirsən, gərək səhvini düzəldəsən. Valideyn də hazırdır, tez onu bağışlaya. Bağışlamağa hazırdır. Allah Taala insanı bağışlamağa hazırdır. Yetər ki, insan tövbəyi düz eləyə və Allah Taala'nın qarşısında günahlarını etiraf eləyə. Biz günahlarımızı doğru, düzgün etiraf eləməyi belə bacarmırıq. Niyə? İnsan niyə bu cür olmalıdır? Etiraf niyə bu cür dəyərsiz şəkildə etiraf olmalıdır? Əhl-i Beyt, Peyğəmbər özü məsumdur. Əhl-i Beyt məsumdur. Amma Əhl-i Beytin açın dualarına baxın. Günahsız ola-ola Allahla nə cür danışır? Mən hələ günahlı ola-ola nə qədər özümə arxeynəm, nə qədər özümdən razıyam və nə qədər də buna etiqadım var ki, Allah bağışlayar da sən günah elə, eybi yox, Allah əff eləyəndir. Bəli, Allah əff eləyəndir və bu qədər dua nə üçündür? Bu qədər məfatihdə yazılan duaların səbəbi nədir? Bunlar nəyə görədir? Bu səbəbdir buna ki, sən məsələyi ciddi tutasan. Mən yenə deyirəm və bu sözlərin hamısı özümə aiddir. Alnı səcdiyə gətirmək önəmli məsələdir. Amma bundan önəmli budur ki, səcdənin mahiyyətini düzgün bilməlisən. İbadətin dəyərini düzgün dəyərləndirməlisən. Şeytan neçə min il Allaha ibadət elədi. Allah Taala'nın qarşısında alnı yerə gətirdi. Amma axırı nə oldu? Bir yerə çatdı ki, Allah Taala onu dərgahından qovdu. Alnı yerə gətirmək yaxşıdır, amma kimin qarşısında alnı yerə gətirirsən, onun əmrlərinə nə hansı keyfiyyətdə itaət edirsən, onun üzərində gələn möhkəm duraq. Bu dini oyun oyuncaq deyil. Məhşər var. Məhşərin sorğu-sualı var. Allah Taala'nın hesab günü var. Hesab günündə hər kəsin əməllərinin hesabını Allaha təqdim olacaqdır. Ona görə də əməllərimizi gərək ömrümüz bitməmişdən öncə bu dünyada düzəltməliyik. Allahın qarşısına nə cür gedək? Buna hazır olmaq lazımdır. Sən Allahın məhzərinə nə cür gedəsən? Nə şəkildə gedəcəm? İnsanların cürbəcür yaşda ölümlərini biz görürük, müşahidə edirik. Keçən həftələrdə 2 cavan dəfn elədik. Siz onu şahidi oldunuz. Birisi durduq yerdə, o birisi xəstəlik üzbatından, amma ölüm bu cürdür.
Bu bizə ibrət olmalıdır. Bu bizim əməllərimizi düzəltmək üçün bizə dərs olmalıdır. Dostlar, nə qədər onun qəbrinin üstə gedəcək? 1 ay, 2 ay, 3 ay, uzaq 1 il ondan sonra yox olacaq. O və əməl, insan və əməl bu insandandır. Ona görə əməlimizi gərək nədir? Ciddi tutaq və düzəldək. Əməli düzəltməkdən ötəri zikirlər mühümdür. Allahı yad eləmək lazımdır. İkinci yer, Allaha yad eləməkdə daha çox təkid olunur. Deyir, insan düşmən qarşısında Allahı yad eləyə. Birinci yerdir, müqəddəs Ramazan yad eləmək yaxşıdır, zikir eləmək yaxşıdır. Amma düşmən qarşısında Allaha daha çox zikir eləyəsən. Buna çox təkid olunur. Ənfal surəsində Uca Rəbbim buyurur: "Ya eyyuhellezina amanu iza laqitum fi'atan fasbutu vazkurullaha kesira." Buyurur ki, ey iman əhli, ey möminlər, ey iman gətirənlər, o zaman ki müharibə meydanında müşriklərlə üz-üzə dayandınız, möhkəm dayanın, arxaya getməyin. Vazkurullaha kesira, Allahı çox zikr eləyin. Dini müharibə ilə qeyri-dini müharibənin elə fərqi bundadır. Onlar ki əqidəlidirlər, onların müharibəsindən əqidəsizlərin müharibəsinin ilə fərqi bundadır. Əqidəli şəxs düşmən qarşısında möhkəm durar, Allaha da çox zikr eləyər. Allah Teala özü Quranda buyurur: "Vazkurullaha kesira." Allahı çox zikr elə. İndi sən ölsən, şəhidsən, heç dala qaçış yoxdur. Qalsan qələbədəsən. Ölsən də qələbədəsən, qalsan da qələbədəsən. Həzrəti Əbu Abdullah el-Hüseynin Aşura günü, bilirsiniz ki, tarixdə var. İmam Hüseyin Aşura gecəsini möhlət aldı. İbadət üçün. Tarixdə yazırlar. İmam Hüseynin Aşura gecəsi, yəni Tasua, axşam, İmam Hüseynin xeyməsindən və digər səhabələrin xeyməsindən səcdələrdə elə bir nalə gəlirdi ki, elə bil ki, arı pətəyinə arı vızıltısı kimi bu cür vızıltı səs gəlir. Yəni görünür, hamı ibadətdən, münacatdan məşğul idi. Onlar nə qorxularından, yox. Onlar bilirdilər sabah cənnəti əli fəth eləyəcəklər. Bilirdilər Allah Teala onlara behişti verəcək. Heç düşmən qarşısında da geri çəkilmədilər. Şəhid oldular, qanlarını, canlarını verdilər. Həmən gün dünya baxışından, dünya siyasətindən, Yezidin baxışından uduzdular. Allahın qayda qanununda onlar qələbədə idilər. Və bugün də İmam Hüseyin ağanın adı anılır, yad olunur. Düşmənin qarşısında Allahın zikrini deyib möhkəm durmaq düşməni məyus eləyər və qorxuya salar. Bunun tarixdə nümunələri çoxdur. Uhud müharibəsi, bilirsiniz ki, tarixdə Peyğəmbərin müharibələrindən biri Uhud idi. Uhudda təqribən müsəlmanlar uduzdular. Elə bu cür görünən buydu, uduzmuşdular. Uduzmalarının səbəbi nə oldu? Müsəlmanların tamahkarlığı. Elə deyil mi? Bir təpə var idi. Peyğəmbərimiz buyurdu ki, bir dəstə silahlı bu təpədə durun. O təpədən müharibə bitənə qədər aşağı enməyə haqqınız yoxdur. Bunlar da təpədə gözlədilər, nə qılınc atdılar, nə ox atdılar. Bunları bir keşişçi kimi Peyğəmbərimiz oraya yerləşdirmişdi. Bunları tamah Allah'tı. Müharibə, gördülər ki, müharibə qələbə çaldı müsəlmanlar. Təqribən müşriklər geri çəkilir. Bunlar dağı tərk elədilər. Niyə tərk elədilər? Qədimdə müharibədə belə bir qanun var idi. Mərəkədə, müharibə meydanında qarşı tərəf öldürülsəydi, onun qılıncı, qalxanı, çəhməsi, sursatı qənimət idi. Gedərdilər, onu qənimət kimi
meyitlərin üstündən götürərdilər. İndi kim çox qənimət götürdü, aparardı onu bazarda satardı. Çox pul qazanardı. Bu təpənin başında duranlar gördülər ki, müşriklər geri çəkildilər, ölənlər öldü, qalanlar geri gedirlər. Və müsəlmanlar ki, o mərakədə qılınc vururdular, onlar başladılar meyitlərin üzərindən qılıncı, qalxanı götürməyə. Bunlar dedi, bizə bir şey qalmaz. Bunlar da atları çapırtdılar, getdilər o mərakəyə gedən həmən bunlara hiylə qurmuşdular. Arxadan həmən hissədən düşmən hücuma keçdi. Hücuma keçdi bir həddə qədər ki, tarixdə var. Az qaldı Peyğəmbər şəhid olar. Ən ağır itki verdi müsəlmanlar Uhudda. Peyğəmbərin dişi sındı, Peyğəmbər yaralandı, Peyğəmbərə böyük zərbələr dəydi. Əmir-əl-Möminin Əli ibn Əbi Talib. Canlar ona fəda olsun. Peyğəmbəri orada xilas elədi. Peyğəmbəri, orada bu cür Peyğəmbər çox xəstə düşmüşdü, yaralanmışdı. Peyğəmbəri aldı çiyninə, oradan çıxartdı. Təqribən bu müharibədə müsəlmanlar uduzdular. Demək olar uduzdular. Bunlar dağılışdılar. Bir dəstə, bunlar Məkkəyə doğru yola düşdülər, müşriklər. Bir dəstə müsəlmanlardan başladılar bunları təqib eləməyə. Ki, bunlar hara qədər gedirlər, plan nədir? Bunlar yarı yolda dedilər ki, biz ki, bunları təqribən bitirmişik, geri qaydaq bunlara bir psixoloji müharibə elan eləyək. Bilirsiniz ki, psixoloji müharibə müharibənin özündən çox mühümdür. Təhdid. Adamdır, heç qüvvəsi yoxdur. Amma danışığı var. Yalandan hoppanıb düşməyi var. Görürsən, qüvvəli 10 qat qarşı tərəfdən qüvvəli adamı yatırdır. Dilindən, hərəkətindən, hoppanmasından, düşməsindən, təhdidinlə. Amma içi boşdur. Özü bilir ki, əgər o bunu içi boş olduğunu bilsə, başından bir dənə şapalaq vursa, vurar onu yerə. Bu çox mühümdür. Bu gün təhdiddir. Görürsən, o ölkə bunu təhdid eləyir, bu ölkə onu təhdid edir. Bir dənə atırlar, bir-birlərinə xox gəlirlər belə. Bunlar dedilər, geri qaydaq, o müsəlmanlara deyək ki, sizin işiniz bitib. Müşriklər Məkkədən böyük bir ordu toplayıb, sizə aman vermədən geri qaydırlar ki, sizi nədir, məhv nabud edirlər. Bunlar yolda gəlirlər, üzləşirlər təqibçilərdən. Təqibçilərə deyirlər ki, nə iş görürsünüz? Geri qayıt Peyğəmbərinə denən ki, nə? Müşriklər böyük ordudan gəlirlər, sizin canınızı almalar. Bunların fikri buydu ki, bu müsəlmanlar qaça-qaça gedib Peyğəmbərə qorxudan itiraf edib, Peyğəmbərin göz qarşısında ağlayalar. Ya Resulallah, biz bitdik. Bunun əvəzinə bunlar durdular. Durdular, nə dedilər? Allah Teala bunu Quran-ı Kərimdə nəql edir. Ali İmran 173. Həsbunallah və ni'məl vəkil. Dedilər ki, Allah bizə bəsdir. Bu söz çox yuxarı sözdür. Allah mənə bəsdir. Onu bizə imanla deyəsən ki, Allah mənə bəsdir. Tamam, imanla. Dedilər ki, həsbunallah və ni'məl vəkil. Dedilər, Allah bizə bəsdir, o nə gözəl qoruyandır. Yəni, bu sözün mənası nədir bilirsiniz? Loru dedi, gedin, nə qələt edirsiniz eləyin. Biz arxamıza Allaha sökəmiş, Allah bizə bəsdir. Bunlar, dedilər, gördülər, bunlar möhkəm durub, dedilər, gedin, nə qələt edirsiniz. Həsbunallah və ni'məl vəkil. Allah çox gözəl qoruyandır, o bizə kifayətdir. Bunlar o psixoloji irəlidən gəlmişdi eləmək istəyirdilər, o daşa dəydi. Bu an Həzrəti Cəbrail Peyğəmbərə nazil oldu. Ey mənim rəsulum, sənin xəbərin varmı? İman gətirənlər müşriklərin qarşısında möhkəm dayandılar və onların qəlbini qorxuya saldılar. Onlar gəlmişdi müsəlmanları qorxutmağa. Əks oldu, onların bu möhkəm istiqaməti o düşməni qorxuya saldı. Dedi, onlar məyus oldular və qorxu içində geri qayıtdılar ki, biz gəldik ki, bunları psixoloji qorxudaq, nə möhkəm dayanıblar. Ona görə bəzən dini müharibədə iştirak edənləri, o dinsiz
siyasətçilər ki var, bunu analiz edirlər, onların imanı olmadığına görə onlar bunu fanatizmlə əlaqələndirirlər. Amma fanatizm deyil. Şəhidlik, bilirsiniz ki, bu termin İslama aiddir. Şəhid nədir? Məsələn, xristianda belə bir termin yoxdur. Belə bir söz yoxdur. Şəhid nədir? Şəhid biz inanc yerimizdir. Yəni inancımızdan qaynaqlanır. Şəhid Allah yolunda canını verib, şəhid qorxmaz. Şəhid Allah yolunda müamilə eləyər, canını verər. Bilirsən ki, şəhidin cənnətə getməsindən digər insanların cənnətə getməsi fərqlidir, hədislərdə belədir. Deyir, digər insanlara Allah Taala cənnəti qazanıb şəhid deyir. Ona deyər ki, cənnətə daxil ol. Amma şəhid elə deməz, deyər, cənnət sənindir. Elə bil ki, cənnət mənimdir, sən daxil ol. Cənnət əhlinə deyər. Amma şəhidə deyər, yox, elə bu özünküdür, öz evinə daxil ol. Gör, nə qədər fərqlidir. Şəhidlik də bir zirvədir, hər kəsə nəsib olmaz. Ölüm neçə hissədir? Bir hissə qırmızı ölümdür. Ən mübarək ölüm qırmızı ölümdür. O böyük mücahidlər dua eləyərlər, Allah məni yorğan döşəkdə öldürmə. Allah məni qəzada öldürmə, təsadüfdə öldürmə, maşın qəzasında öldürmə. Deyirlər, Allah məni şəhid elə. Allah məni dinimin uğrunda şəhid elə. Allah məni dinimə xeyir verən zamanda canımı al ki, cənnəti qazanım, cənnətə nail olum. Onsuz da İmam Hüseyin əleyhissalam buyurur, deyir, sən yaranıbsan, ölməlisən. Bütün nəfslər zaiqətül mevt, ölümü dadacaq. Elə bir insan olmaz ki, ölümdən qaçsa. Nuh ən çox yaşadı, ölümü daddı. Həzrət Süleyman ən çox pulluydu, ən çox imkanatlıydı, ölümü daddı. Hamı ölümü dadacaq. Amma o dadmalar fərqlidir. Deyir, nə gözəl ölümdür o ölüm ki, İmam Hüseyin əleyhissalam deyir, sən bir gün dünyanı dəyişməlisən. Amma dünyanı dəyişdiyin zaman ki, sənin qədərinə ölüm yazılıb, nə gözəldir ki, Allah elə o ölümdə şəhadət nəsib eləyər. Şəhadət, bəzən biz sanki ölümdən danışanda, ölüm bizim sorağımıza gələr kimi düşünərək, istəmirik o haqda danışaq. Və yaxud mövzuyu dəyişirik. Hər nə? Sanki mən vəsiyyət eləyəndə, ölüm tez sorağıma gələcək. Sanki mən bir ölümlə ilgili bir məsələyə toxunanda ölüm tez sorağıma gələcək. Bunlar elə düşünür öz aləmində, bu xülyadır. İnsan elə düşünür ki, məsələn, sanki mən rak xəstəliylə danışanda, rak məni tutacaq, məsələn, mən tez dünyamı dəyişəcəm. Bunlar, o ataların bir gözəl sözü var, deyir, qorxan gözə çöp düşər. Bu belədir. Koronada nə qədər insan öldü? Onların, mən deyərəm, bəlkə də 40% qorxudan öldü. Ölənlərin 40% qorxudan. 10 maskı üst-üstdən vuran öldü, çox etina eləməyən möhkəm durdu. Bu belədir. Hər şey belədir. Hündürlüyə qalx, biri titim-titim titriyir. Yıxılacam. Bir də deyir, ya yıxılaram, ya gedərəm. Gözünü yumub gedir. O atladı, titrəyən düşdü yerə. Bu belədir. İnam mühümdür. İnam mühümdür. Ona görə də bəzən biz elə düşünməməliyik ki, nə? Biz, məsələn, ölümü yad eləyəndə hökmən ölməliyik. Yox, Allah hər kəsə uğurlu, bərəkət nəsib eləsin, ömrünə bərəkət versin. Bu dünya əkin dünyasıdır. Sən bu dünyadan layiqli istifadə eləməlisən ki, cənnəti qazanasan, cənnəti fəth eləyəsən, əməlləri düzəldəsən. Bəli, bu ona görə lazımdır. Amma zay olsa, mənası yoxdur. Zay olsa, mənası yoxdur. Peyğəmbər Məkkəyi fəth eləyəndə, hicrətin 8-də Məkkə fəth oldu. Mədinədə müsəlmanlar geri qayıtdılar Məkkəyə. Məkkə fəth oldu. Məkkə fəth olanda Peyğəmbər çox qürurdan göz yaşları saqqalına axa-axa Məkkəyə daxil oldu, amma Allahı zikr eləyə-eləyə.
Dedi, Allah, sən nə ucasan? Peyğəmbərin nəyi var idi? Heç nə. Müşriklərin silahı var idi, ordusu var idi, qüvvəsi var idi, nəyi var idi? Peyğəmbər nəyi var idi? Heç nə. Özünü Allaha həvalə eləmişdi. Allah ona ürək böyüklüyü vermişdi. Bir yerə çatdı ki, müşriklər da gördülər, Peyğəmbərdən bacara bilmədilər. Məğlub oldular, Məkkə fəth oldu. Müsəlmanlar ki, Mədiniyə qaçmışdılar, geri Məkkəyə daxil olanda Peyğəmbərin göz yaşları süzülürdü. Çox uca səsdən deyirdi ki, La ilahə illallah, vəhdəhu, əncəzə va'dah, və nəsərə abdah, və həzəməl əhzabə vəhdə. Dedi ki, Allahdan başqa bir Allah yoxdur. O tək və tənhadır. O öz vədinə əməl elədi. Allah vəd elədi Peyğəmbər. Dedi, möhkəm dur, darıxma, qələbə səndəndir. Dedi, Allah vədinə əməl elədi. Və nəsərə əbdə, öz dostuna kömək elədi. Allah öz bəndəsinə kömək elədi. Və həzəməl əhzabə vəhdə, və bütün qrupları tək-tək nədir? Aradan çıxartdı və məğlub elədi. Peyğəmbərin üzərinə bilirsiniz ki, təhcə müşriklər deyil idi. Hətta yəhudilər də Peyğəmbərdən mübarizə aparırdı. Hətta xristiyanlar da Peyğəmbərdən mübarizə aparırdı. Amma ən böyük kütləsi ki, üzbəüz olmuşdu, Məkkədə olan müşriklər idi. Xeybərdə yəhudilər idi. Xeybərdə yəhudilərdən Peyğəmbər neçə dəstədən döyüşürdü. Dedi, ey mənim Allahım, sənə həmd olsun ki, bütün dəstələrin qarşısında bizi üzü ağ elədin və onları məğlub elədin. Peyğəmbər heç vaxt müharibə eləmədi. Onlar müharibəyə başladılar. Bilirsiniz ki, ibtida müharibə olmayıb İslamda. Nə Peyğəmbər, nə Əmir-əl-Möminin belə bir şey eləməyiblər. Hətta Kərbalada İmam Hüseyin əleyhissalam ibtida müharibə eləmədi. İbtida müharibə nədir bilirsən? Sən durasan, qılınc çəkəsən, hücum eləyəsən. Belə bir şey yoxdur. İslamda belə bir şey yoxdur. Peyğəmbər tarixdə belə bir şey eləməyib. O müharibələr ki, baş verib, onlar hamısı müdafiə müharibələrdir. Onlar hücum eləyiblər. Ya da Peyğəmbər onların üstə qoşunla gedib, onları haqqa dəvət eləyib. Haqqa gəlin deyib. Onlar gəlməyiblər və müqavimət göstəriblər, müharibə başlayır. Suffeyn müharibəsində Həzrət Əlidən Muaviyə üz-üzə gəlir, dayanırlar. Deyir, o qədər Əmir-əl-Möminin gözlədi ki, dəstəsində olanlar dedilər ki, ey Əli, nəyi gözləyirik biz? Məgər biz müharibəyə gəlməmişik? Dedi, bəli. Dedi, nəyi gözləyirik? Dedi, biz gözləməliyik, ilk müharibənin oxunu gərək olar ata. O qədər gözlədilər ki, Əlini tanıyan bəziləri başladılar fitnə salmağa. Çünki Əli qorxdu. Başımızı qatır ki, gözləyin. Dedi, qorxur. Əli əleyhissalam deyir, vallah, ləv kuşifəl ğita məzdəttu yəqinə. And ola Allahın izzət və cəlalına. Göyün bütün pərdələri açıla, mənim imanımda zərrə qədər dəyişməz. Əli qorxu, Əli bir şəxsdən qorxur, Əli bir varlıqdan qorxar, o Allah təbarək və təala. Qeyr-əz Allah Əlinin bir şəxsdən qorxusu yoxdur. Heç vaxt Əmir-əl-Möminin müharibələrdə zireh bilirsiniz də, bronjiletdir, iki tərəfi olur, arxası, önü. Heç vaxt Əli əleyhissalam deyir müharibədə arxasına bronjilet geyməyib, zireh geyməyib, həmişə önündə, sinəsində. Deyirlər, ey Əmir-əl-Möminin, niyə sənin zirehin arxası yoxdur? Dedi ki, o əlamətdir. Nəyin əlamətdir? Heç vaxt Əli düşməndən üz çevirməz, yəni düşməndən qaçmaz. Üstə gedər ki, qaçmaz. Əli qorxu, əslən bir yerə sığışa bilməz. Bunlar fitnəkarlar, fitnə saldılar. Əli əleyhissalam ona görə məzlumdur. Dedilər ki, Əli qorxdu. Ta o zamana qədər ki, onlar oxu atdılar, müharibə başladı. Müharibə başladı, bunlar qılıncdan keçirdilər. Ta 7 qədəm qalan Muaviyyənin xeyməsini məhv eləməyə müsəlmanların arasında fitnə düşdü. Və orada o cərəyanı bilirsiniz, Quran-ı Kərimlərin cildlərini vurdular nizələrə, qaldırdılar göyə. Müsəlmanları, Əmir-əl-Möminin dəstəsinin qarşısında duranlar ki, qan tökdülər, nəcis olar Quran, geri qayıdı.
Əleyhisselam dedi, gedin. Bunlar dedi, getmirik. Durdular. Nəticə nə oldu? Bütün Əhl-i Beytin haqqı tapdalandı, elə oradan qaynaqlandı. Oradan da bəzi müsəlmanlar ayrıldılar, getdilər, Xəvaric dəstəsi yaratdılar, yenidən Əmirəl-Möminin üzərinə hücuma gəldilər, qoşun çəkdilər. Bax, bu acılar tarixdə vardı. Allahı zikr eləmək, müqəddəs Ramazan ayında daha çox təkid olunur. Allahı zikr eləmək, düşmənin qarşısında daha çox təkid olunur. Allahı zikr eləmək, qərara gəlməkdə daha çox təkid olunur. Üçüncü yer budur. O nədir? İnsan sərgərdandır. Bir qərara gələ bilmir. İki su ortasında qalır. Deyir, Allahı zikr elə. O qədər Allahı zikr elə ki, sənin gəldiyin o qərar xeyirli olsun, bərəkətli olsun. Bismillah de, əlhəmdülillah de, bir 100 dənə istiğfar dedin, Allah bu işə addım atıram. O iş nədir? Ya izdivacda, mühüm məsələdir. Ya bir ev alırsan, mühüm məsələdir. Ya bir ticari məsələyə, məsələn, girişmək istəyirsən, bir maya, bir pul xərc eləmək istəyirsən, bilmirsən nəticə, mühüm məsələdir. Deyir, o da Allah'a çox zikr eləyəsən. Çox zikr eləyəsən ki, o addımın bərəkətli ola. O addımında xeyir ola. O izdivacında xeyir ola. O işində xeyir ola. Bu zikir çox təkid olunur. Deyir, bunu iki başlı qalan zaman bu zikri çox oxuyun. Bunu yazın, bu bizə lazımdır. Həyatımızda biz çox vaxt məsələlərdə sərgərdan qalırıq. Bilmirik, bu işi görək ya görməyək. Deyir, bu zikri çox oxu, addım at, Allaha təvəkkül elə. Bu zikir nədir? Və ufəvvizu əmri ilallah. Və ufəvvizu əmri ilallah. İnnallaha bəsirun bil ibad. Mənası nədir? Mən işimi Allaha tapşırdım. Mən öz məsələmi Allaha buraxdım. Doğrusu Allah Taala bəndələrini nədir? Bəndələrini görər, onların işlərindən halıdır. Allahım, sən mənim işimdən halısan? Bəli. Sən görürsən? Bəli. Sənin mani var mənim işimi görməməyə? Yox, heç bir mani yoxdur. Allah Taala bütün insanların işini görür da. Qüvvəsi də var, yardım eləyə? Bəli. Səxavəti var? Bəli. Rizqi var? Bəli. Sən ona təvəkkül elə. And ola Allahın izzət və cəlalına. Bütün dünya, aləm yığışa. Allah Taala'nın sənin haqqında verdiyi qərarı poza. İnsanlar, cinlər, mələklər toplansa belə onu poza bilməz. Amma əksi də var. Bütün dünya, aləm yığışa. Səni Allahın sənə verdiyi hökmün qarşısında sədd olalar ki, bu sənə verilməyə, bu pay, bu loxma sənə çatmaya, o çatacaq. Yəni, bu tərəfi də var, bu tərəfi də var. Dünya, aləm bir yerə yığıla ki, Allahın sənə verdiyi pay sənin əlindən ala bilməz. Dünya, aləm bir yerə yığışa ki, Allahın sənə vermədiyi pay sənə verə bilməz. Bu qanundur bu. Buna nə lazımdır? Buna iman lazımdır. Buna inanmaq üçün qəlb lazımdır. O, bizdə də o qəlbin hələ o yerə çatmayıb ki, ona inana. Ona inanmaq üçün qəlb lazımdır. Bu namazın keyfiyyəti o zaman yuxarı olacaq ki, sən ona inanasan. Allahım, sənə and verirəm izzət və cəlalına, bizi daimən özünə zikr eləyənlərdən qərar ver. Pərverdigarı aləm, dilimizi zikr eləyənlərdən qərar ver. Pərverdigarı aləm, biz sənin yoluna inanmışıq. Zaten inanmasıydıq, bu cümə nə işimiz var idi burada? Gedərdik, işimizi görərdik. Buna inanmışam ki, buyurubsan, cümədə xeyir var, bu xeyri götürməyə gəlmişəm. Pərverdigarı aləm, bu xeyri olduğu kimi bizə nəsib elə. Pərverdigarı aləm, bizi sənə layiqli səcdə eləyənlərdən qərar ver. Pərverdigarı aləm, bizi öz dediyimizə əməl eləyənlərdən qərar ver. Pərverdigarı aləm, bizi daimən sənin qulluğunda dayanan
əbd bəndələrindən qərar verir. İmam Zaman əleyhissalamın zuhurunu təzil elə. Ağanın gəlişindən gözlərimizi şad, qəlbimizi sevindir. Dünyadan köçənlərimizin ruhunu şad qərar verir inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl əsr. İnnəl insənə ləfi xusr. İlləlləzīnə amanu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr. Sallu alə Muhammed və ali Muhammed.